Sizlərə yumuşaq, lavaş açmadan çox rahatlıqla hazırlaya biləcəyiniz qıymalı börək resepti ilə gəlmişəm. Əvvəlcə sosunu hazırlayaq. Sosu üçün 1 stəkan qatığa, yarım stəkan duru yağ əlavə edirik və yarım stəkan da suyumuzu əlavə etdikdən sonra 2 yumurta vururuq, lakin yumurtanın bir dənəsinin sarısını saxlayırıq. Ədviyyatlardan isə sadəcə duz əlavə edirik və yaxşıca qarışdırırıq. Artıq sosumuz hazırdır. Börəyimizin içliyinə isə qıymanın içərisinə əlavə etmək üçün 2 ədəd böyük soğanı soyuruq və onu yaxşıca blenderdən keçirdirik. Əllə də doğraya bilərsiniz. Mən blenderdən rahat olduğuna görə belə elədim. Siz hələ də baxmağa davam edirsinizsə, mən bunları doğrayana kimi siz takib və bəyəni və bir də yorum yazsaz məni çox sevindirərsiniz. Mən qıymanı buzluqdan çıxarmağı unutduğuma görə əvvəlcə qıymanı qovurdum, daha sonra suyu çəkildikdən sonra soğanı əlavə edib soğanla birlikdə də qovurdum. Soğanı əlavə edib qarışdırdıqdan sonra ədviyyatlardan duz, istiot və paprika əlavə edirəm. Siz istədiyiniz zövqə görə ədviyyatlar əlavə edə bilərsiniz. İçliyi də hazırladıqdan sonra keçirik artıq börəyimizi hazırlamağa. Hazır lavaşlarımızı tavanı yağladıqdan sonra tavaya qoyuruq. Daha sonra üstünə sosumuzu əlavə edirik və sosu qəşəngcə yayırıq. Videonun sonuna qədər izləsəz, orada yoldaşımın da səhifəsini qeyd edəcəm. Sizə maraqlı gələ bilər, çünki maraqlı tarixi hadisələrdən danışır. Sizə maraqlı gəlsə, onun da səhifəsinə keçid edib takib atıb bəyənə bilərsiniz. Həm YouTube, həm də Instagram səhifəsi eyni addadır. Börəyimizin ilk qatı və ikinci qatını əlavə edirik və sosluyuruq. Burada ət əlavə eləmirik ilk qatından, çünki lavaş yumuşalır və cırıla bilər. Buna görə ikinci qatdan əlavə eləməyə başlayırıq. Siz lavaşların sayını çoxalda da bilərsiniz. Mən əlimdə olan lavaşlarını elədim. Onu da qeyd edeyim ki, eyni bu qayda ilə də içinə sadəcə göyərti və yaxud da pendir əlavə edərək də bu cür börək hazırlaya bilərsiniz. Burada ən önəmli olan sosunun bol olmasıdır. Yorumlarda nə yazacağınızı bilmirsinizsə, sadəcə bu videonu saat neçədə gördüyünüzü yazsanız belə mənim üçün daha xoş olar, yəni yorum olmağı. Börəyimizi başladıqda etdiyimiz kimi axırıncı 2 qatını da arasına ət tökmədən qoyuruq. Daha sonra sosunu hazırlayarkən saxladığımız bir dənə yumurta sarısını da üstünə vururuq. Hazırladığım qıymanın isə biraz hissəsi artıq qaldı, olsun, eybi yoxdur. Daha sonra börəyimizi qəşəng dilimlərə ayırdıqdan sonra göndəririk bişməyə. Və artıq börəyimiz hazırdır. Hazırlayanlara, videonu bəyənənlərə təşəkkür edirəm buradan. Mənim əgər belə videolarımın gəlməyini çox istəyirsinizsə, videonu bəyənib takib atmağı unutmayın. İnşallah gələn videolarda görüşmək üzrə. Sağ olun, sağlıqla qalın.